2026-cı ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan mühüm məsələlərdən biri bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır. Milli Məclisin üzvü Vüqar Bayramov deyir ki, bu artımlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan təxminən 1 milyon 100 min vətəndaşı əhatə eləyəcək. Yeri gəlmişkən, əmək pensiyalarının artımı ilə paralel olaraq əmək bazarında da gəlir səviyyəsinin yüksəldilməsi gözlənilir. İndeksləşdirmə zamanı 2025-ci ildə orta aylıq əməkdəki artım faizi nəzərə alındığına görə illik yekunda orta aylıq əmək haqqının hansı faizlə artması birbaşa indeksləşdirmə faizini müəyyənləşdirəcək. Hazırda 2025-ci ilin geridə qalan aylarında orta aylıq əməkdəki artım faizi təxminən 9% ətrafındadır. Təbii ki, ilin sonunda konkret rəqəm müəyyənləşdirilir və güman olunur ki, təxminən bu rəqəm ətrafında pensiyaların indeksləşdirərək artırılması mümkün olacaq. Vüqar Bayramov onu da bildirdi ki, maliyyə baxımından indeksləşdirmə mexanizmi dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına təmin olunacaq. 2026-cı ilin dövlət büdcəsi çərçivəsində artımla bağlı maliyyə vəsaiti ayrılıb və bu vəsaitin ödənilməsində hər hansı çətinlik yoxdur. O ki qaldı pensiyanın nə qədər artacağına. Qanunvericiliyə bir neçə il öncə edilən dəyişikliklərə əsasən əmək pensiyaları tam olaraq indeksləşdirilir. Məsələn, əgər indeksləşdirmə faizi 9% olacaqsa və ya 9% ətrafında hansı bir rəqəm olacaqsa, təbii ki, ilin sonunda bəlli olacaq. Bu zaman 600 manat pensiya alan vətəndaşımızın pensiya məbləği, yəni tam 600 manat həmin rəqəmə indeksləşdirilib artırılacaq. Mənəviyyat etibarıyla bu demək ki, vətəndaşımız hansı məbləğdə pensiya alırsa, məbləğ tam indeksləşdirilir və indeksləşdirmə faizi elan olunduqdan sonra vətəndaşımız özü də pensiyasının nə qədər artdığını hesablaya biləcək. Çünki artım pensiya məbləğinə tam olaraq şamil olunacaq. Bu addımın əsas məqsədi pensiyaçıların alıcılıq qabiliyyətini qorumaq, inflyasiya təzyiqlərini kompensasiya eləməkdir. Bunu iqtisadçı Rəşad Həsənov deyir. Onun sözlərinə görə 2025-ci il üçün ümumi inflyasiya təxminən 6%, qida məhsullarında isə 7,9% səviyyəsində proqnozlaşdırılır ki, bu da az gəlirli və pensiyaçılara daha güclü təsir göstərir. Əslində, dünyanın bir çox ölkələrində geniş şəkildə tətbiq edilən inflyasiya indikatorunun istifadə edilməsi, indeksləşdirilmə zamanı təcrübəsi və indeksləşdirilmənin ildə bir dəfə deyil, ildə bir neçə dəfə, bəzi ölkələrdə rüblük, bəzi ölkələrdə ildə 2 dəfə, məsələn, qonşu Türkiyədə ilin birinci yarısında və ikinci yarısında, il tamam olduqda indeksləşdirilmənin həyata keçirilməsi təcrübələri tətbiq edilə bilər, nəzərdən keçirilə bilər. İqtisadçının fikrincə, sözügedən artım nəticəsində minimum pensiya məbləğinin təxminən 350 manata yaxınlaşacağı gözlənilir.